vaxtınız xeyir. Dietamız davam eləyir və biz bir səhər yeməyi yeyirik. Bu səhər yeməyini necə düzgün hazırlamaq lazımdır, ondan danışmaq istəyirəm. Baxın, burada yoğurt var, daha doğrusu qatıq var. 1,5%dir və 1 çay qaşığı kətan toxumu var. Lakin bunu hazırlayan kimi yemək olmaz. Bunu qabaqcadan hazırlayırıq. Əgər axşam yeyəcəyi isə səhər hazırlayıb qoyuruq. Səhər yeyəcəyi isə axşamdan hazırlayıb qoyuruq, qalır. Adi bir ürəyiniz istəyən qabda, istəyir stəkan olsun, qatığınızı qoyun. Çalışın ki, yağlılığı az olsun. 1 qaşıq kətan toxumu qoyun və onu qəşəcə qarışdırın. Qarışdırandan sonra ağzını örtürsünüz və qoyursunuz 12 saat qalır. Yəni səhərdən axşama qədər. Əgər axşam yeyəcəksinizsə. Yox, onu səhər yeməyə fikriniz varsa, onda axşamdan səhərə qədər. İndi səhər yeməyini hazırlayaq. Səhər yeməyini hazırlamaq üçün əlbəttə təzə meyvəniz varsa çox gözəl, yoxdursa bəlkə buzluqda var meyvələriniz. Baxın, payızdan buzluğa qarağat, moruq, çiyələk, bunların ürəyiniz istəyənini, malina, hansını ürəyiniz istəyirsə qablara, plastik qablara qoyub buzlada bilərsiniz. İndi isə məsələn mövsümü deyil, amma evdə hazır varınızı götürüb işlədə bilərsiniz. 2 çay qaşığı dolu yulaf əzməsi götürürük və kasamıza qoyuruq. Üzərinə axşamdan hazırladığımız qatıqla kətan toxumunu əlavə edirik. Qəşəcə bunu qarışdıraq ki, yulaf hər tərəfdən qatıqla qarışsın və bir azacıq elə bil ki, hazırlasın. Çünki biz onu bişirməyəcəyik, biz onu çiğ-çiğ qoyacağıq bu qatığın içinə. Daha sonra üzərinə şəkər əvəzinə, baxın, böyürtkən qoyacağıq. Böyürtkəni görürsünüz, bu cürə qabda payızdan qoyub buzlatmışdım. İndi isə yavaş-yavaş işlədirəm. Bu da çiyələk. Deməli, 1 xörək qaşığı böyürtkən qoyuram. Buzda olduğu üçün hətta hələ buzu tamam açılmayıb. Və üzərinə bir neçə dənə çiyələk qoyuram. İstəyirsiniz bir dəfə böyürtkənlə yiyin, istəyirsiniz bir dəfə çiyələklə yiyin. Alma ilə də yemək olar, amma mən hamısının qarışığından elə bir asarçı edəcəyim. Sözün düzü, elə belə qatıq yeməklə heç aram yox idi mənim. Məni, necə deyirlər, məcbur eləmək lazım idi ki, mən qatıq yeyim. Qatıq yeyərdim dolma ilə və kükü ilə, vəssalam. İndi isə bu şəkildə mənə belə ləzzət verir, bilmirəm, siz də baxın, görün. Desəydilər mənə ki, sən çiğ yulaf yeyəcəksən. İndi isə almanın da haradasa yarısını götürürük və onu da xırda-xırda doğrayacağım. Söhbət arasındadır ki, qabığını soymaq lazım deyil, ha. Qabığı da qalır. Şəklini çəkim ki, sonra videonun əvvəlində qoyum. Və almanı da doğrayırıq və əlavə eləyirik həmin bu gözəl səhər yeməyimizin üzərinə. Mən səhər saat 8-də yemişdim. Saat 3-də mən hələ yemək istəmirdim. Adətən saat 8-də əgər səhər yeməyi yeyiriksə, haradasa 12-də artıq yemək istəyir adam. Amma bu məni belə tox tutdu, heç inanmadım da. Baxın belə, indi də bunu yiyəcəyim. Birincisi, meyvələr elə bir ki, təptəzədə indi qırmısan. Əlbəttə, çiyələk biraz yumuşaq olur. Yəni, belə sağlam yeməklərdən yeyin. Pendir çörəyi hələlik qoyun qırağa. Çəkiniz azalandan sonra inşallah pendir çörəyi də yeyərsiniz, şor da yeyərsiniz. Hələlik isə sağ olun, sağlıqla qalın.
Bir tamına bakın, görün sizin de hoşunuz gelecek. Videonu paylaşın ve yine de mənə qonaq gəlin. Sizi gözləyəcəyəm ha.